Salam, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Bugün mən sizlərə telekinez belə bir termin var. Onun haqqında ətraflı məlumat vermək istəyirəm. Telekinez sözünün mənası uzaq məsafədən, yəni təmas olmadan müxtəlif ağır cisimlərə insanın baxışının təsiri nəticəsində həmin cismin hərəkətə gətirilməsinə deyilir. Dünyada və o vaxtki Sovet dövründə belə nümunələr olmuşdur. Dünya miqyasında tanınmış bu cür insanlardan Uri Geller, Vladimir Adveyev və Ninel Kalyagina adlı şəxsləri göstərmək olar. Uri Geller İngiltərədə deməli anadan olub, orada məşhur olub və dünyanın müxtəlif laboratoriyalarında, müxtəlif arenalarında öz gücünü sübut etmiş, bu sahədə sübut etmiş şəxslərdən biridir. Yəni nümayişçənə deməli insanların gözü qarşısında real olaraq öz baxışının gücü ilə müəyyən ağır predmetləri hərəkətə gətirmişdir. Lakin Sovet dövründə bu cür tipli məsələlər qapalı olduğundan, yəni marksizmi, leninizmin prinsiplərinə zidd olduğundan Sovet İttifaqında belə şeylərə yol verilmirdi. Yəni bu şeylər qarşısı alınırdı, məqalələr dərc olunurdu, insanlar deməli bu sahədə fırıldaqçılıqda, deməli şarlatanlıqda deməli günahlandırılırdılar. Deməli Ninal Kalyagina da belə şəxslərdən biri olmuşdur və hətta onun əleyhinə iki jurnalda məqalələr getmişdir ki, Ninel Kalyagina bu sahədə fırıldaqçılıqla məşhurdur, şarlatanlıqla məşhurdur. Ninel Kalyagina isə bu barədə deməli Sovet dövründə, çətin dövrdə məhkəməyə müraciət edilir. Məhkəməyə müraciət edilir və məhkəmənin gözü qarşısında, məhkəmənin göndərişi əsasında 900 nəfər elmi personaldan, şəxslərdən deməli orada nümayəndələr əyləşir və onların gözü qarşısında şüşə altında qoyulmuş dəmir çarxı belə öz baxışının gücü ilə fırlatmağa nail olunur və hətta 553 qramlıq su qabını başlarının gücü ilə deməli hərəkətə gətirərək bir daha belə məqalələrin, belə deməli yayılmaların hamısının cəfəngiyat olduğunu onların diqqətinə çatdıra bilir. Və beləliklə də o dövrdə SSR-də məhkəmədə qalib gəlir və məhkəmə də onun bu gücünün real olduğunu nəzərə alaraq hələ elmə məlum olmayan bir şəxs kimi onun belə bir fenomenal qabiliyyətə malik olduğunu sübut etmişdir.